Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bugün keçirdiyi brifinqdə bildirib. Direktorların və direktor müavinlərinin işə qəbulunda əsas dəyişiklik namizədlərin təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında topladığı balın əsas meyarlardan biri kimi nəzərə alınmasıdır. Sertifikatlaşdırmada iştirak etməmiş namizədlər üçün isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı nəticələri əsas götürüləcək. Eşqi Bağırov onu da qeyd edib ki, bu ildən etibarən attestatlar elektron formada təqdim olunacaq. Şagirdlər attestatlarını istənilən vaxt onlayn əldə edə biləcək.